Xəzər dənizinin suyu Sumqayıt şəhəri sahillərində onlarla metr geri çəkilib. Son illər suyun geri çəkilməsi prosesi sürətlə davam edir. Dənizin səviyyəsinin enməsinə görə sahildə bərk məişət tullantıları üzə çıxır. Tullantıların ərazidən yığılması, daşınması və zərərsizləşdirilməsi işlərinə başlanılıb. Bu işlərə zibillərin ekskavatorla toplanaraq 15 kilometr məsafəyə daşınması və zərərsizləşdirilməsi də daxildir. Bundan əlavə, ərazidə torpaqlama işləri aparılır, səliqə-səhman yaradılır. Bulvar ərazisində mövsümi güllərin əkilməsinə də başlanılıb. 10 minlərlə qızıl gül kolları və geran əkilir. Bütün bunlar şəhər sakinlərinin rahatlığının təmin edilməsi məqsədi ilə həyata keçirilir. Elvin Qudratov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün İnformasiya proqramı üçün.